Faşizm üzerinde qələbə günü Sumqayıtda təntənə ilə anılıb. Sumqayıt şəhərində 1941-1945-ci illərdə həlak olmuş şəhidlərin şərəfinə ucaldılmış abidənin qarşısına qərənfil dəstələri düzülüb və əşil qoyulub. 1941-1945-ci illərdə həlak olmuş qəhrəmanlar da anılıb. 1941-1945-ci illərdə olan müharibədə həlak olan qəhrəmanların, şəhidlərin, qazilərin ailələri, ailə üzvləri Sumqayıt şəhərində yerləşən 1941-1945-ci illərdə həlak olmuş şəhidlərin şərəfinə ucaldılan abidənin qarşısında onları ehtiramla yad ediblər. 1941-1945-ci illərdə olan müharibədə qəhrəmanlıq göstərən şəhidlərin ailə üzvləri abidənin qarşısına qərənfil dəstələri düzüblər. Qeyd edək ki, 1941-1945-ci illər ərzində olan müharibədə Nazi Almaniyası SSR ərazisinə hücum etmiş və SSR ilə müharibəyə başlamışdır. O dövrün SSR lideri Iosif Stalin orduyu yığmış və SSR Nazi Almaniyasının üzərinə ordu göndərmişdir. Bu ordular isə Sovet Sosialist Respublikasında olan 15 ölkənin 15 üzvün xalqlarından gəlmişdir. Azərbaycan xalqından da cəbhəyə gedənlərin sayı 700 mini ötmüş və bunlardan 100 minindən çox insan isə həlak olmuşdur. Allahdan 1941-1945-ci illər ərzində olan müharibədə şəhid olmuş qəhrəmanlarımıza rəhmət, qazilərimizə isə can sağlığı diləyirik. Yusif Fərmanlı, Əhməd Məhəmmədov, Əli Həmzəyev, RTV xəbər.